Estoniya rəqəmsallaşma sahəsində inkişaf edən ölkələrdən biridir. Azərbaycan da dövlət xidmətlərinin rəqəmsallaşmasını inkişaf etdirib. Bu fikirləri TV Xəbər eksklüziv müsahibəsində Estoniyanın Xarici İşlər Naziri Margus Tsahkna bildirib. O, ölkəsinin bu sahədə olan təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu vurğulayıb. We have 100% of our public services online. Bizim ictimai xidmətlərimizin 100%-i onlayndır və kiber təhlükəsizlik sahəsində dünyanın ən qabaqcıl ölkələrindən biriyik. Biz artıq bir neçə ildir Azərbaycan dövlət sektoru ilə əməkdaşlıq edirik. Amma əlbəttə ki, bizim gələcək üçün planlarımız da var. Bugün biz Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri ilə birgə daha nələr edə biləcəyimiz barədə müzakirə apardıq və təcrübəmizi bölüşməyə hazırıq. Amma dünyada hər birimizin üzləşdiyi yeni reallıq var. Bu da süni intellektdir. Süni intellektdən dövlət xidmətlərində, rəqəmsallaşmada və təhsildə istifadə məsələlərindən danışdıq. Gələcək üçün çox yaxşı planımız var. Rəqəmsallaşma şübhəsiz ki, Estoniya və Azərbaycan arasında əməkdaşlığın əsas mövzularından biridir. Estoniyada biz son 20 ildən çox müddətdə bütün addımları özəl sektoruna birgə həyata keçirmişik. Mən burada həm Estoniyadan gələn bizneslər üçün, həm də əks istiqamətdə çoxlu imkanlar görürəm. Azərbaycanlı gənclər Estoniyada təhsil ala bilərlər. Hazırda Estoniyanın müxtəlif universitetlərində 300-dən çox Azərbaycanlı tələbə təhsil alır.